Salam, sabahınız xeyir. Bu günlərmə günə tərsindən başlamışam. Ev işi yığışdırmamış, yerləri yığmamış birinci mətbəxlə başladım. Çünki bu günlərmə yoldaşımın da evdə olan günüdür. Bizim evdə hər səhər menüsü ən çətin menüdür. Hamıya sual verirsən ki, səhər-səhər nə yemək istəyirsən, nə hazırlayım? Deyirəm, fərqi yoxdur. Stola nə qoysan onu yeyəcəyik. Amma stolun üstünə nə qoysan hər şeyə də birimiz tapırlar. Bu günlərmə səhər yuxudan duranda sual verdim ki, bax bir də deməyəcəm. Nə qoyum, nə yeyirsiniz onu deyin. Dedim kükü eləyim, razılaşdılar. Kükü elədim bunlara qəşəng yoldaşıma da, Miraya da və ikisi də rahat şəkildə yedilər, xoşlarına gəldi. Ondan sonra başladım bunları qovladım zala, dedim gedin cizgi filmə baxın, nə bilim oynayın. Mən də buranı yığışdırım. Qab-qaşığı yuyub yığışdırandan sonra yataq otağına keçdim. Çünki elə olanda daha rahat oluram. Bilirəm ki, ən azından bir yerim rahat dibdən təmizdir və işim qutarıb. Burada kuxnada üstünə ət də qoydum qaynamağa, toyuq əti, kənd çolpası qoydum qaynamağa, keçdim yataq otağına. Mən qızlar çixol plastinamı tez-tez dəyişirəm. Demək olar ki, hər həftə dəyişirəm və hər həftə dəyişəndə baduşqalı falan bir yerdə qoyuram maşına, üzləri. Çünki onda elə bilirəm ki, həqiqətən təmiz olur. Və o qədər baduşqaları yumuşam ki, artıq sintafon yoxa çıxır, yavaş-yavaş əriyir. Siz necə yuyursunuz? Rəy bölməsində yazarsınız. Qızlar, bir də mənə hər dəfə deyirsiniz ki, niyə pakroval salmırsınız? Qəşəng pakroval alın. Valla mən körpə uşaqlıyam. Mənim uşağım əlində zapazla da çıxır, ədyalın üstünə. Nə bilim, konfetlə də çıxır, şokoladla da çıxır. Ona görə də ki, hələ ki, belə deyək, kirimizi örtmək üçün qara ədyaldan istifadə edirəm. Belə